Mən Ayşən doktor, endokrinoloq. Bizim kanalımıza xoş gəlmisiniz. Bu günlərin mövzu nə etməməndən asılı olmayaraq çəkimi endirə bilmirəm, sala bilmirəm və bir müddət endirdikdən sonra da sağlam çəkidə qala bilmirəm. Bugün bu haqqda danışacağıq. Ümumiyyətlə, əgər çəki ilə bağlı ciddi şikayətlərimiz varsa, bu çox zaman sizin rejimi və qida vərdişini pozmanızla bağlı yox, bəzən də hormonlarınıza bağlı ola bilər. Məsələn, aşırı yemə istəyi, yemək saatı ləngiyəndə əsməmiz, titrəməmiz bir çox hallarda hormonların bizə verdiyi diktələrin nəticəsidir. Ona görə də belə bir hallarımız varsa, çox güman ki, hormonal müayinə etmənizdə fayda vardır. Ən çox çəkimizin enməsinin qarşısını alan hormonlardan biri tiroid hormonlarıdır. Qalxanvari vəzi orqanizmin çox vacib vəzlərindən olub, aktiv hormonal statusda iştirak edir, orqanizmin idarə olunmasında, funksiyalarının tənzimlənməsində başlıca rola sahibdir və tiroid hormonlarının azalması zamanı da orqanizmdə ödem əmələ gəlmə, şişkinliyi və çəkinin artması müşahidə olunur. Və bununla yanaşı isə digər əlamətlərdə sizə tiroid hormonlarının yoxlanmasına bir işarə ola bilər. Məsələn, əgər yanaşı olaraq saçınız tökülürsə, dəriniz qurudursa və yaxud qəbizliyiniz varsa, əllərdə, ayaqlarda uyuşmalarınız, ödeminiz, qarışqa yerişi kimi hissiyatınız varsa və yaxud başqa pasientlərdə yuxu pozğunluğu varsa, gecələr ayılmaları olursa, səbəbsiz olaraq hər səsə yuxudan ayılırlarsa, qəbizlik varsa, qadınlarda aybaşı pozğunluqları, təkrarlanan düşüklər və sonsuzluq kimi əlamətlər də tiroid vəzi hormonlarının pozulmasına xəbər verəcəkdir. Başqa hormonal sistem xəstəliklərindən ən çox rast gəlinən və çəki artımına səbəb olan xəstəliklərə insulin dirəncini misal göstərmək olar. İnsulin dirənci nəticəsində orqanizmin hüceyrələrinin öz insulinə qarşı həssaslığı zəifləyir və insulin daxil olan artıq miqdarda şəkəri pi toxumalarında depolama kimi xüsusiyyətə malik olur. Belə pasientlərin də çəki verməsi çətin olur və çəki verməkdən başqa pasientlərdə qəribə bir hal olur. Məsələn, yemək saatı ləngiyəndə əsmələr olur, titrəmələr olur, soyuq tər basır. Sanki diabetli pasientin yüksək doza insulin istifadə etdikdən və yaxud şəkər salıcı preparat istifadə etdikdən sonra yaranan ani şəkər düşmə halı kimi bir reaksiyalar yaranır ki, buna da hipoglikemiya deyirik və bu belə əlamətlər adətən biz həkimləri insulin dirəncinin müayinəsi üçün yönləndirmiş olur. Daha çox rast gəlinən xəstəliklərdən isə böyrək üstü vəzi problemləridir. Kortizol artıqlığı, elmi dildə Cushing xəstəliyi ilə müşahidə olunan pasientlərdə də çəki artımı olur. Bu zamanda pasientlərin xarakterik görüntüsü olur. Cushing xəstəliyi ilə daxil olan pasientdə ilkin gözümüzə çarpan artıq çəki ilə yanaşı üzün və döş qəfəsinin yuxarı hissəsinin şişməsi, ay şəkilli bir üz quruluşunun olması, bundan başqa yanaqlarda qırmızı xırda damarların artıq miqdarda görüntüsü, əllərin, qolların nazikləşərək qarnın iriləşməsi, qarında, ayaqlarda qırmızı çatların olması, yüksək təzyiqin olması, kəskin sümük ağrılarının olması, aybaşı pozğunluğu, qan şəkərinin yüksəlməsi kimi əlamətlərdə kortizol artıqlığına, Cushing xəstəliyinə verilən işarələrdəndir. Ona görə də əgər öz səylərinizdən həkimə qədər ki, bütün tədbirləri həyata keçirmənizə baxmayaraq çəki verməniz çətinləşirsə, onda bu zaman bir endokrinoloq müayinəsinə keçmənizdə fayda vardır və bu zaman həkimlə bərabər əl-ələ verərək, işləyərək öz probleminizin əsas səbəbini tapmaq və onu tezliklə aradan qaldırmaq mümkün olacaqdır. Özünüzə yaxşı baxın. Sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.